İnsan bədəni azadlığı sevmir. Yeri gələndə kəskin qaydalar tətbiq etməliyik öz bədənimizə qarşı və bunu biz etməliyik. Nə demək istədiyimi sizə açıqlayım. Cəmiyyətdə yetəri qədər insan var ki, onlar təzyiq xəstəsidir. Ya təzyiq xəstəsi olduqlarını bilmirlər, ya da bildikləri halda bunu kontrol eləmirlər. Və günün birində artıq ya ürək infarktı, yaxud beyində insult keçirməsi, ya da böyrək çatışmazlığı ilə qarşılaşacaqlarını bilməlidirlər. Yaxud da şəkəri olan yetəri qədər insan var ki, ümumiyyətlə şəkərlərini ölçmürlər. Halbuki bu ölçməyə əsasən insanlar iynələrini qəbul edirlər, iynələrin dozası və yaxud da dərman dozası ayarlanır həkimlər tərəfindən. Və həkim buna deyəndə ki, şəkərini ölç, yaxud da vaxtaşırı ölç, yox ölçmürəm, azadam, özüm bilərəm, mənim bədənimdir. Yaxud da insanlara deyəndə ki, sabit əlaqəniz olsun, sabit bir oturumlu həyatınız olsun, yəni günübirlik əlaqələr, cinsi əlaqələrdən söhbət gedir, etməyin deyəndə, yox mən azadam, kimlə nə istəsəm eləyə bilərəm deyirsə, bu insan günün birində cinsi yolla bulaşan xəstəliklər və bunların ağırlaşmalarına hazır olmalıdır. Şəkər xəstəsi günün birində əgər şəkərini kontrol etməzsə və özü-özünə vaxtı-vaxtında bunu yemə, onu yemə qadağası qoymazsa, qadağa deyəndə qorxulu səslənməsin, amma biz özümüzə sərhəd çəkməyi bacarmalıyıq. Bunu etməzsə, günün birində şəkər xəstəliyinin ağırlaşmaları və ən pis halda da yenə ürək-damar xəstəlikləri və həmçinin də damar pozğunluğuna bağlı olaraq, damar çatışmazlığına bağlı olaraq ayağının itirilməsini nəzərə almalıdır. Yəni bizim bədənimiz çox geniş resurslara sahib bir varlıqdır, amma onun da bir həddi var. Əgər biz bu həddi keçərsək, bədən qətiyyən bizi bağışlamır. Yaxud da bir insan yeməyi çox sevir və hərəkət də eləmirsə, nə gəldi, nə vaxt istədi yeyirsə və kimsə ona yemə dedikdə, yox mən azadam, mənim bədənimdə, özüm bilərəm, nə vaxt nə istədim yeyirəm, yeyirsə və bu insan da yenə günün birində buna bağlı olaraq həm adipozitas xəstəliyi, həm də buna gətirdiyi şəkərli diabet olsun, ürək-damar xəstəlikləri və metabolik sindroma hazır olmalıdır. Gördüyümüz kimi bədənimiz öz başına buraxılarsa və azadam, ona heç bir məhdudiyyət qoymuram deyərsə, xəstəliklər baş alıb gedər. Ona görə də yeri gələndə insan özünə bundan artıq yeməyin məsləhət deyil deyib süfrədən durmağı bacarmalıdır, ən azından bunu məşq eləməlidir. Bu içkini sənə təklif edəndə, yox bu mənim orqanizmimə filan qədər ziyan vurur deyib müəyyən qədər özünə sərhəd qoymalıdır. Yaxud da kimlə oturub durduğuna, kimlə nə cür münasibət qurduğuna yenə özünə otokontrol eləməlidir. Bu autokontrol, autodisiplin olmazsa insan bədəni və nəhayətində insan özü də uçuruma gedər. Bu mövzu barədə fikirləriniz çox maraqlıdır. Siz nə düşünürsünüz? Sizcə cəmiyyətdə insanlar yetəri qədər öz üzərində otokontrola sahib